Naxçıvan Dövlət Universitetində süni intellekt nəzəriyyədən praktikaya 3-cü beynəlxalq elmi konfransı keçirilib. Konfransdan öncə universitetin Memarlıq və Mühəndislik Fakültəsinin tələbələrinin innovativ və texnologiya layihələrindən ibarət sərgisinə baxış olub. Sərgidə ağıllı günəş paneli, avtopark təhlükəsizliyi piyada keçidi, ağıllı şəhər, hava kiçiklənmə kamerası, avtomobilin avtomatik işıq sistemi, sıfır tullantılı ekoloji şəhər, dağ yollarında təhlükəsizlik sistemi, zavod emissiyalarının azaldılması kimi 30-dan çox layihə nümayiş olunub. Beynəlxalq elmi tədbir Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Milli Süni İntellekt Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Mühəndislik Universiteti, İstanbul Universiteti, İstanbul Texniki Universiteti, Qaradəniz Texniki Universiteti, İstanbul Universiteti Cərrahpaşa, Cənub Universiteti, Gümüşhane Universiteti və Ağrı İbrahim Çeçən Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib. Əvvəlcə ümumilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib. Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçılara açılış nitqi ilə salamlayaraq qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr dayanır. Rektor İlham Əliyev tərəfindən 2025-ci il 19 mart tarixi sərəncamla təsdiq edilən Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasından irəli gələn vəzifələrdən bəhs edərək bildirib ki, bu istiqamətdə gənclərin fundamental bilik bazasının formalaşdırılması, layihə əsaslı tədris modelinin tətbiqi və fənlərarası inteqrasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır. Rektor universitetdə gələcəkdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğunu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlərin apardığını diqqətə çatdırıb. Həmçinin bildirib ki, ilin sonunadək İBM mərkəzinin yeni ofisinin istifadəyə verilməsi planlaşdırılır. Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin Azərbaycan təhsil sisteminin öndəgedən ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Akademik çıxışında qeyd edib ki, ilkin algoritmlər, proqramlaşdırma modelləri və süni intellekt anlayışları ilə müxtəlif yaş qrupları mərhələli şəkildə tanış olmalıdır. Onun sözlərinə görə 6-10 yaş, 11-17 yaş və 17 yaşdan sonraki universitet dövrü üzrə fərqli yanaşmalar müəyyənləşdirilməli, hər yaş dövründə gənclərin hansı süni intellekt bilik və bacarıqlarına yiyələnməli olduqları aydın şəkildə izah olunmalıdır. Konfransda çıxış edən Milli Süni İntellekt Mərkəzinin təhsil eksperti Şəhriyar Məmmədli süni intellektin təhsil sistemində tətbiqi, rəqəmsal bacarıqların inkişafı və innovativ yanaşmaların əhəmiyyətindən danışıb. Ekspert qeyd edib ki, müasir dövrdə süni intellekt texnologiyalarının düzgün və məqsədyönlü istifadəsi gənclərin analitik düşüncə qabiliyyətinin formalaşmasında, yaradıcılıq potensialının artırılmasında, əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynayır. Şəhriyar Məmmədli bildirib ki, təhsil müəssisələrində süni intellekt əsaslı platformaların tətbiqi müəllim və tələbələr üçün yeni imkanlar, həmçinin fərdləşdirilmiş tədris modelinin formalaşmasına şərait yaradır. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin sədri akademik İsmail Hacıyev, Bakı Mühəndislik Universitetinin professoru Vaqif Qasımov, Türkiyənin İstanbul Universiteti Cərrahpaşa Tibb Fakültəsinin professoru Mehmet Üzel, Rusiyanın Cənub Universitetinin rektoru professor İmran Əkbərov, İstanbul Texniki Universitetinin professoru Dərya Özərgüleş və digərləri məruzə ilə çıxış ediblər. Natiqlər konfransı süni intellektin nəzəri və texniki aspektləri üzrə elmi fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi dəyərləndiriblər. Çıxışlarda universitetdə innovativ və intellektual yönümlü təşəbbüslərə geniş dəstək göstərilməsi, bu istiqamətdə keçirilən tədbirlərin elm və təhsil mühitinə mühüm töhfə verməsi vurğulanıb. Eyni zamanda universitetin belə layihələrə ev sahibliyi etməsi yüksək qiymətləndirilib, iştirakçılar konfransda yer almaqda məmnun olduqlarını ifadə ediblər. Konfransın sonunda rektor tərəfindən iştirakçılara plaket və təşəkkürnamələr təqdim olunub. Son illərdə Naxçıvan Dövlət Universiteti özünün inkişafının tamamilə yeni mərhələsinə qədəm qoyub. Naxçıvan Dövlət Universiteti hazırda Azərbaycanın ali məktəblər ailəsinin ən qabaqda gedən üzvlərindən biridir. Bugün keçirilən konferansla bağlı onu deyə bilərəm ki, hələ Azərbaycan ali məktəbində və ya akademiya sistemində süni intellektin öğrenilmeye başladığı bir dövrdü. Ama bugün Naxçıvan Üniversitesi'ndeki konferans süni intellektin tədqiqat obyektə çevrildiğini gösterdi. Bu ise üniversitede yüksek hazırlı mütəxəssislərin olmağının da bir göstericisidir.
ve bugün baktığım caz konserti de Naxçıvan Üniversitesi'nin hayatında benim müşahede ettiğim büyük bir yeniliktir. Naxçıvan Üniversitesi'nin her adımı yenidir. Ona yeni zirvelere doğru inkişafta uğurlar diliyorum. Naxçıvan Dövlət Universitetində keçirilən bu konferans onu göstərir ki, Naxçıvan Dövlət Universitetində süni intellektin tətbiqi daha effektivdir gedir. Yəni bugün Naxçıvan Dövlət Universiteti süni intellekti istifadə edən, süni intellekti pedaqoji dizaynında istifadə edən universitet dünya universitetləri sırasındadır. Bu da onu göstərir ki, bu Naxçıvan Dövlət Universiteti axır zamanlar unikal universitet kimi Azərbaycan elmi tədris sisteminin ən qabaqcıl məhsullarından biridir. Biz Naxçıvan Dövlət Universitetindən müvəkkillər arzulayırıq, həmçinin onun yanındayıq və bizi bu belə bir elmi hadisənin iştirakçı etdiklərinə görə Naxçıvan Dövlət Universitetinin bu konferansı təşkilatçılarına böyük minnətdarlığımı bildirirəm. Naxçıvan Dövlət Universitetinin kollektivinə müvəffəqiyyətlər arzulayıram. Bugün 2026 yılında Suni İntelekt'in 3. kongresinde Nahçıvan'da bulunmaktan son derece mutluyuz. Ben ilkine ve ikincisine de katılma fırsatı bulmuştum. Bu konferans sayesinde teorik bilgilerimizin pratikteki uygulamalarını akademisyen arkadaşlarımız ve öğrencilerimizle ve toplumla birlikte paylaşma fırsatı buluyoruz. Bizim için son derece kıymetli bir konferans. Bu yılda yine her yıl olduğu gibi biz çok sayıda üniversiteden çok sayıda katılımcı var. Biz Cerrahpaşa'yı temsilen elimizden geleni yapmaya çalışacağız. Hem biyolojik hem psikolojik hem de mühendislik alanlarındaki uygulamalarıyla bildirilerimizle bugün burada üniversitemizi temsil etmeye çalışacağız. Bugün çox aktual bir mövzuya həsr olunmuş konferansda iştirak edirik. Naxçıvan Dövlət Universiteti tərəfindən belə konferansın 3-cü il dalbadal eyni istiqamətdə keçirilməsi çox əhəmiyyətli bir hadisədir. Çünki süni intellekt günümüzün reallığıdır. Bu reallıqla əyaqlaşmaq lazımdır. Düşünürəm ki, bu istiqamətdə konferansda ediləcək məruzələr önəmli nəticələri və elmi tədqiqatların əldə etdiyi nəticələri müzakirə etməyə və ictimaiyyətin diqqətinə çatdırmağa imkan verəcək. İlkin olaraq Naxçıvan Dövlət Universitetinə çox təşəkkür edirəm ki, belə bir tədbiri artıq 3-cü dəfədə təşkil edirlər və bizi də buraya dəvət ediblər və biz də burada çıxış etməyə şansımız oldu. Konfransı çox yüksək dəyərləndirirəm. Bu özəlliklə indiki dövrdə Cənab Prezidentin bildiyiniz kimi 2025-28-ci illər üzrə dövlət strategiyamızdır süni intellekt üzrə və bu kimi tədbirlər, bu kimi konferanslar bu strategiyanın icrasında da bizə və digər qurumlara dəstək olur və ümid edirəm ki, bu tədbirlərin, bu tip konferansların davamlı olar və biz də burada iştirak etməkdən çox məmnun olarıq. Çox sağ olun. Qeyd edək ki, konferans növbəti gün öz işini bölmə iclasları ilə davam etdirəcək. Bölmə iclasları Azərbaycanın və dünyanın müxtəlif ölkələrinin elm və təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn iştirakı ilə ümumilikdə 4 salonda 12 istiqamət üzrə baş tutacaq. 21 bölmə üzrə keçirilən panellərdə respublikamızdan və xaricdən 34, elm təhsil müəssisəsindən 264 əməkdaşın 148 məruzəsi təqdim olunacaq. Eyni zamanda tələbə bölməsində 82 tələbənin 38 məruzəsi dinləniləcək.